Dövlət Məşğulluq Agentliyi məktəbli gənclərin inkişafı yay düşərgəsi təşkil edib. 5 gün davam edəcək düşərgəyə seçim mərhələsini uğurla tamamlayan 100 nəfər 7 və 9-cu sinif şagirdləri cəlb olunub. Onların arasında himayədar ailələrdən uşaqlar da var. Düşərgə iştirakçıları üçün karyera planlaması, gələcəyin peşələri, əmək bazarının tələbləri, peşə və ixtisas seçimi, liderlik, komanda işi, ünsiyyət bacarıqları, şəxsi inkişaf və digər mövzular üzrə təlimlər, seminarlar, interaktiv sessiyalar və praktik fəaliyyətlər təşkil olunacaq. Proqramın sonunda onlara sertifikatlar təqdim ediləcək. Burada həm bədii hissə də oldu və ən xoşladığımız elə hissə məncə bədii hissə oldu, çünki çox maraqlı oldu. Belə düşərgələrdə iştirak etmək uşaqlara yeni bilik və bacarıqları, yeni dostlar qazanmağa kömək edir. İlk dəfərdir mən belə düşərgələrə qoşuluram və bu mənim üçün çox xoş oldu. Burada yeni dostlar, yeni simalar gördüm və ümidvaram ki, növbəti gələcək günlərdə bu davam edəcək.